Salamlar, vaxtınız xeyir olsun Avtoidman verilişinin izləyiciləri və avtomobil həvəskarları. Bugünkü verilişimizin mövzusu hibrid avtomobillər barəsində olacaq. Hibrid avtomobillərdə yaranan problemlər və onları müştəri necə hiss edə bilər əvvəlcədən onlar haqqında məlumat vermək istəyirəm. Bildiyimiz kimi biz Ford Service olaraq həm hibrid, həm benzin mühərrikli avtomobillərə baxırıq. Ford avtomobillərindən ən çox geniş yayılmışı Ford C-Max, Ford Escape, Ford Fusion markalı avtomobillərdir. Ən çox ölkəmizdə hibridlə təchiz olunmuş mühərriklərlə. Hibrid mühərriklər ən dözümlü mühərriklərdir və ən gec sıradan çıxan mühərriklər sırasındadır. Ford Fusionlarda, Ford Escape və Ford C-Max-da təchiz olunmuş mühərriklər çox dözümlü mühərriklərdir. Və demək olar ki, sürücüyə heç bir əlavə problem yaratmır bu mühərriklər və ən gec sıradan çıxır. Yəni, ən baxımsız vəziyyətdə olarsa, onda sıradan çıxır bu mühərriklər. Lakin nələr diqqət olunmalıdır, onlar haqqında sizə istəyirəm məlumat vermək. Mühərriklərdə ən çox lazım olan ehtiyat hissəsi həmən o mühərriklərdə alışdırma şamlarıdır. Bu alışdırma şamları da orijinal olaraq bir mənalı qoyulur və bir məqama diqqət olunur ki, bu alışdırma şamları benzin mühərriklərinə nisbətən daha gec dəyişilir. Məsəl üçün, benzin mühərriklərdə 30 min, 50 min və yaxud da 25 min tövsiyə olunurdursa, hibrid mühərriklərdə bu daha çox 70-80 min üzərində tövsiyə olunur ki, dəyişdirilsin. Yəni, daha gec sıradan çıxan ehtiyat hissəsidir bu həmən bu alışdırma şamları. Hərəkətli hissələr keçsək, hərəkətli hissələrdə məsəl üçün əyləc bəndləri cibridlərdə, yəni cibrid avtomobillərdə daha gec dəyişdirilir benzin avtomobillərə nisbətən. Yəni, bunlarda ABS sistemi başqa cür işlədiyi üçün onlar haqqında da geniş məlumat verəcəyik digər verilişlərimizdə. Həmən bu əyləc bəndləri gec sıradan çıxır. Yəni, bəzən sürücülər yaxınlaşır ki, əyləc bəndini dəyişdirək, biz baxırıq ki, hələ də sıradan çıxmıyıb. Yəni, ən gec sıradan çıxan hissələrdən biridir. Əsas nəyə diqqət olunmalıdır? Bir hibrid avtomobillərdə. Hibrid avtomobillərdə sürətlər qutusu. Yəni, sürətlər qutusu demək olar ki, avtomobildə bütün işi görən sürətlər qutusudur. Mühərrik yalnız avtomobilə start verir və hərəkətə gətirir. Amma yerdə qalan bütün nə proseslər gedir avtomobilin içində, yəni elektronik və digər proseslər, onlar hamısı sürətlər qutusuna birbaşa olaraq bağlıdır. Ona görə bu avtomobili idarə edərkən diqqətli olmaq lazımdır nələrə? Yəni, sürücü özü sürüş tərzini elə seçməlidir ki, həmən o benzin mühərrikindən fərqli olsun. Çünki hibrid avtomobilləri sevmir. Avtomobilləri, yəni sürücü dilində desək, bu qısavat olunsun və yaxud da off-road şəraitində sürülsün. Belə şəraitlərdə sürüləndə sürətlər qutusunda müəyyən problemlər əmələ gəlir. O hansı problemlərdir? İlk növbədə sizə onu demək istəyirəm. Həmən bu əlimdə hal-hazırda tutduğumuz podsebnik kimi adlandırılan hissədir ki, ən çox sıradan çıxan bir hissələrdən biri olur. Həmən bu podsebnik. Bu podsebnik də sürətlər qutusunun içərisində olduğu üçün həmən bu podsebniki dəyişməkdən ötürü kiçik bir ehtiyat hissəsidir. Amma bunu dəyişməkdən ötürü sürətlər qutusu sıradan açılır və təmirə gedir. Ondan əlavə içərisində starter kimi adlandırılan hissə var ki, həmən o da sürüş tərzinə görə sıradan çıxan hissələrdəndir. Yəni, biri var avtomobilin özünün müəyyən bir yürüşlərdə sıradan çıxan hissələri, biri var ki, sürücünün özünün məsuliyyətsizliyi və düzgün avtomobili idarə eləməməyindən əmələ gələn problemlər. Bunlar hal-hazırda göstərdiyim problemlərdir. Bu starter kimi adlandırılan hissə isə sürücünün düzgün idarə olunmamasından, yəni avtomobili düzgün idarə etməməsindən əmələ gətirən problemlərdir ki, bunlara diqqətli olmağınız gərəkdir. Avtomobil sürətlər qutusunun yağını dəyişdirdikdə, əgər avtomobil sürətlər qutusunda problem yaranıbsa, yəni sürətlər qutusu açılmalıdırsa, bu zaman gərəklidir ki, onun filtr kimi adlandırılan hissəsi də dəyişilsin. Ondan əlavə, əgər bu hissələrdən hər hansı bir sıradan çıxıbsa, o dəyişdirilir və yenisinin əvəz olunur. Orada bir diqqət yetirməli məqam da var ki, həmən o yağ nasası kimi adlandırılan hissədir. Həmən o yağ nasasına diqqət olunmalıdır. Çünki avtomobilin sürətlər qutusu yerə qoyularkən, yəni açılarkən çox mürəkkəb prosesdir. İçərisində bundan əvvəlki verilişlərimizdə onun haqqında məlumat vermişdik. İçərisində böyük, yüksək gərginlikli elektrik enerjisi üçün sürücü dildə isə abmotkalar var
həmin obmotkaları da düzgün təmizləmək lazımdır, yuyub təmizləmək lazımdır ki, onların heç birinin içərisində dəmir qırıntısı qalmasın. Yəni ümumiyyətlə hibrid avtomobillərin sürətlər kutusunun təmiri çox məsuliyyətli, yəni çox məsuliyyət gərəkdirən və birbaşa mütəxəssisin özünün eləməli olduğu işlərdən biridir. Mühərriklə sürətlər kutusunun arasında bublik kimi adlandırılan hissə olduğuna görə daha çox yağ gedir. Yəni 8 litr yarım, 9 litr həcmində yağ gedir. Amma hibridlərdə yəni bu hissə olmadığından hibrid koробkasının içərisinə 5 litr civarında yağdan istifadə olunur. Düşünürəm ki, bu verdiyim məlumatlar hər birinizə xeyirli olacaq. Təşəkkür edirik bizi dinlədiyiniz üçün.